yaşlı qıza qarşı əxlaqsızlıq edən 44 yaşlı kişiyə hökm oxundu. Şamaxıda 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Xəbərin ünvanı xəbər verir ki, təqsirləndirilən şəxsin 44 yaşı var. Rasim qohumu olan 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. O, özünə məxsus telefonda ona videolar izlədib. Ardınca da uşağa əxlaqsız təkliflər edib. Uşaq ondan qorxaraq evə qaçıb. Qızın valideynlərinin şikayəti əsasında Rasim saxlanılıb və məsuliyyətə cəlb edilib. Məhkəmə istintaqı zamanı Rasim baş verənlərə görə üzr istəyib. İstintaqda etiraf edici ifadə versə də məhkəmədə özünü təqsirli bilməyib. Azyaşlının valideynləri Rasimi bağışlayıb. Hökmə əsasən Rasim 2 il müddətinə azadlıqdan məhrum edilib. Videonu hər kəsin görməsi üçün kanala abunə olun və videonu bəyənin. Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.